Turizm Agentliyinin əməkdaşı həbs olundu. Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub. Media TV Azmedia qrupu reporta istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də Dövlət Turizm Agentliyinin aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi tutub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhər Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qəti imkan tədbiri seçilib. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümmətoğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.